Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Muxtar Hacıyevdə, yəni hal-hazırda mən bildiyimə görə Aydə İmamquliyeva adlanır bu küçə. Bax, bu Muxtar Hacıyev təxminən bilirsiniz. İndi bu haqda sizə məlumat verəcəm. Deməli 5 mərtəbəli binanın ikinci mərtəbəsində 2 otaq, 3 otaq düzəldilmiş. Bax, qarşıda gördüyünüz belə bir mənzil satılır. İndi deməli mən qapıdan giriş hissəsini göstərirəm. Gördüyünüz kimi qapısı dəmirdir. Eyni zamanda mənə elə gəlir ki, bax burada qapıdan giriş hissəsindən sonra olan bir mini otaq var. Ölçüsü təxminən 2-nin 2-yədir. Bu cür görürəm mən. Bax, bura deməli həmin dediyim 2 otaq, 3 otaq düzəldilmiş otaqdır. Gördüyünüz kimi təxminən burada da belə deyim, məsafə hardasa ölçüsü 3-ün 4-ə olmalıdır. Plus minus ola bilər. İndi sizə zalına keçirəm. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Mən bunu sizə dəqiq deyə bilərəm ki, bax bu binanın tikildiyi ilə görə ümumiyyətcə bu ərazidə bildiyiniz kimi bütün mənzillərin hamısı ipotekaya yararlıdır. Yenə təkrar edirəm. Deməli 5 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Hal-hazırda otaqlardan birini görürsünüz. Deməli burada necədir? 54,4 keçmiş çıxarışda göstərilir. Mən bu cür gördüm. Ancaq mənə elə gəlir ki, buranın deməli kvadrat metri çoxdur. Çünki hər iki tərəfə, yəni binanın arxasına, eyni zamanda qarşısına çıxışlı balkonları var. Hal-hazırda həmin balkon mən belə baxıram ki, deməli mənzilə birləşdirilib. Bura isə deməli ikinci otaqdır. Bax, belə bir 2 otaq, 3 otaq düzəldilmiş mənzilin qiyməti deməli 80.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Bax, burada polunu görürsünüz. İndi mən sizə polunu göstərirəm. Konkretli ağacdır. To есть taxtadır, möhkəm taxtadır. Bura isə bax qarşıda həmin zonadır. Bildiyiniz hər an demək istəyirəm. Bura isə deməli hamamıdır. 1,5 tonluq su bakı var. Bax, hamam bu cürdür. Kolonka sistemidir, stil sistemi. Dediyim kimi deməli Muxtar Hacıyev küçəsində yerləşir. Çox yaxınlıqdan 12, deməli 12, 7, bir də 20 nömrəli marşrutlar işlər. Bu zonada bildiyiniz kimi deməli Muxtar Hacıyevin aşağı tərəfində 29 nömrəli orta məktəb yerləşir. Yuxarıda deməli 18-də demək olar ki, yaxındır, ancaq o qədər yox, o qədər yox. 29 daha yaxındır. Bura isə mətbəxdir. Dediyim kimi 2 otaq, 3 otaq düzəldilib. Qiymətin 80.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bunu da deyə bilərəm ki, Araz, keçmiş Araz marketlə hal-hazırda bilməm necə adlanır. Bax, həmin marketə yaxın bir ərazidə yerləşir bu bina. Bu tərəfdən isə, yəni yuxarıda Nizami Gəncə prospektində bildiyiniz kimi 4 və 6 nömrəli orta məktəblər yaxındır. Ümumiyyətlə başqa regionlar üçün bunu deyim ki, yəni məlumatları olsun. Bax, belə bir 2 otaq, 3 otaq düzəldilmiş 5 mərtəbəli binanın ikinci mərtəbəsində demək olar ki, bəzi yerləri nəzərə almasaq, deməli yaxşıdan yüksək səviyyədə təmir olunmuş belə bir mənzilin qiyməti 80.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Bax, belə sizlərə uğurlar.